Bəli dostlar, gördüğünüz kimi maalesef bu velosipeddə onsuz keçən dəfəki videolardan bilərsiniz belki. Bu velosipedin araba burasındaki şaft dəmiri, yani patinin içindeki bir dəmir xarab olmuşdu. Biz bunu opşa arxa dəyişdirməlidir. Bu velosipedlərdə demək olar pahalı bir əşnədir. Pahalı bir hissədir deyə bizim də indi eləyə biləcəyimiz maksimum bir şey nə olacaq? Aha da bu velosipeddə, bu normalda mənim bu iki velosiped almışdıq biz Tobadan, eyni modeldən. Ki eyni modeli almamızın elə yaxşısı odur ki, gördüyünüz kimi qabaq yoxdur, çünki o velosipeddə qabaq təkər elə bulunduğu ki qabaq təkər partlamışdı deyə məcbur bundan ona parça transfer elədik ki bunun arxa hissəsini söküb ona da taxacaq. Bu da nə demək olur? Bu da o demək olur ki, arxa kaliper də dəyişmiş olacaq sayemizdə. Amma bir şey var ki, gördüyünüz kimi paslanmalar gedir bu kaliperdə. Çox yeyilməyib, işlədilməyib də. Yəni çox işlətmişəm, amma ki bir şey var ki, bu paslanma verir. Ümid edirəm ki, mən bu velosipedi bunu o parçayı buna taxdığımızda ümid edirəm ki, təkər nədir, kaliperin üstündəki paslar da ümid edirəm gələcək. Bu da həmən bu velosipedin əslində əsas öz qabaq diskidir. Tək problem bunun pakrişkası partlayıb dəyişəmirəm. Nə də olsa vaxtım olmayıb dəyişməyə. Qabağını görürsünüz kimi, dediyim kimi olsa dəyişdim. İndi arxa tərəfi də dəyişəcəm. Yəni bu da dəyişəcək. Ondan sonra ona da bu kaliper də dəyişəcək. Yəni eləyə bildiyim qədər bir velosipeddə nədir, salamat bir velosipeddə nədir, əlindən gəldiyi qədər salamat parçalardan sağ qalan parçaları adını sizin bu velosipedə aktaracağım. Yəni artıq hər nə qədər bütün parçaları bir aparsam da artıq gördüm ki yox artıq heç bir şey olmur. Bura ölür, arxa hissi ölür. Onda maalesef təzə velosipedə keçəcəm. Hələ ki bundan devam edəcəyik. İndi hələ ki təzə velosiped videosunu da bilməm paylaşdım. Yəni bu video paylaşacağım. İndi əgər alınsa bu velosipedin arxa tərəfinin sökülüb taxılma videosunu da bəlkə atarım. Olmazsa atacağımız sağ olsun.